gələcəkdəki arvadımın saçı nətər olsun? Uzunluq dərəcəsi. Belə olmasın. Bu nədir? Yıxmasın. Belə arvad mı olar? Bu boyda baş mı olar? Buna şampun mu saxlamaq olar? Şey mi saxlamaq? Bunu ona qoyuram qoşum. Gərək mən onda azərşıqla müqavilə bağlayım. O qurudana kimi saçı. Bu olar. Bu qəşəkdir. 3. Karetdə belə qısa. Bu da qəşəng saçdır. Çox qəşəngdir axı. Saçı deyirəm, amma başqa mənim heç nəyə baxamıram. Gözüm görmürəm mən. 1. Saça baxıram mən. Nə gözəl saçınız var xanım. Allah sizi qorusun. 2. Bu da bunun bağışçıdır. Yer gedəz 9-a. Xanım bu nədir? Böhrünü niyə qırxırsan bu saçını? Belə saçma olar, başıma dönüm. Bu nə stildir? Bu Azərbaycandır, başına dönüm, qadan alayım. Bax, indi yaxşı, təsəvvür elə arvad başını belə qırtdırıbdı. İndi bu yolla keçəndə arvad olaraq məni nəzərdə tutub qaqaşlar mənə mı sataşacaq? Bu mu şey çıxacaq, dəstək duracaq? Başa düşmədimi? Söhbətim olanda mən dost əvəzi bunu mu aparacağam? Bu nətər olur? Yox, 7. Yolla gedirik, qaqaş mənə sataşır, evli arvad mənə. Qəşəng saçdı, ha. Belə kare fason. Yaraşar əslində. 4-ə qoyaq. Allah önünüzü tiksin. Az bu boyda saçı nə azad edirsiniz? Guinness rekorda kitabla girmək istəyirsiniz? 6. 5-ə də bir dənə orta babat bir şey. Ha, bax bu da yaraşır. Qəşəng oldu.